İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. ARB24-ün xüsusi müxbiri xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Şuşa rayonunun Böyük Qala Dərəsi, Cəbrayıl rayonunun Şükürbəyli, Xocalı rayonunun Ballıca, Badara və Xanabad, Ağdərə rayonunun Çıldıran, Vəngli və Həsənriz kəndlərindən növbəti köç kərvanı yola salınıb. Adı çəkilən bölgələrə ümumilikdə 58 ailə yola düşüb. Sakinlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Artıq köç kərvanı mənzil başına çatıb. Müharibə başlayan gündən biz başladıq müharibəyə. Xankəndi, bax bu gördüyünüz Xankəndi, bura erməni idi hamısı. Erməniləri bilirdik, burada yaşayırlar, özlərinə gün güzaran düzəldirlər. İndi şükür gəldik öz torpağımıza, öz elimizə. İyunun 24-də Vaşinqtonda Konqres binasında Bakı Təşəbbüs qrupunun təşkilatçılığı ilə qayıdış hüququ və öz müqəddəratını təyin etmə, ikili standartlar